Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Deməli, yorumlarda oxudum ki, yazıblar ki, Ofelia, sizə baxmaq maraqlıdır. Xüsusilə günlərinizi rutin olaraq bizimlə bölüşməyiniz, davamlı olaraq hər gün video atmağınız, bizi həyatınızın bir parçası halına gətirməyiniz bizi çox sevindirir yazıblar. Və əlavə olaraq da yazıblar ki, özümüzü sizlə yaşayırmış kimi hiss edirik. Mən də dedim ki, xeyr ola, əziyyətini mən çəkirəm, adı mənim, dadı sizin olur. İşte mənlə bir yerdə yaşayırsınızsa, mənlə bir yerdə də əziyyətlərə katlanmalısınız. O zaman bugün ne yapıyoruz arkadaşlar? O bir evden gelen paltarları birlikte yerbeyer ediyoruz. Neye göre indi gösterim. Niye bu kaos var? Bir saniye. Şəhriyar 5 qapını açıq qoyub gedib. Şəhriyarın paltar çıxartma tempinə baxın bir dənə. Yəni həyat eşqim ölür ümumiyyətcə bunu görəndə. Deməli qızlar, bunlar o bir evdən gələn paltarlar, üst geyimləri, nə bilim nələrdir. Bunları yerbəyir eləmək lazımdır. Amma və lakin bir dəqiqə dayanın, tələsdirməyim məni. Mən 2 canlıyım, təngi nəfəs qaldım. Oturum 2 dəqiqə. Mən bu tempo ilə sabaha bitirərəm buranı. Deməli, bir ədəd sorunumuz var. Mən bu şkaflarda hər şey okeydir, əladır. Nəyi hara qoyacağımı qərarlaşdıra bilmirəm. Yəni deyirəm şalvarları asım, köynəkləri qatdalayım. Sonra deyirəm ki, şalvarı qattalamaq daha rahatdır da. Yəni bir dənə vıcıq eləyirsən, qatdalanır, səliqəli qoyulur ora. Amma köynəyi 2 saat qollarını arxaya elə, bir dəfə qatda, bir dəfə də üzünü qatda, mağazindəki kimi, vitrindəki kimi dursun. Ona görə bilmirəm hansını asım, hansını qatdalayım. Açıqda nələri saxlayım, çəkməcədə nələri saxlayım. Çox qərarsız qalmışam həddindən artıq. Ona görə siz mənə bugün kömək eləmək məcburiyyətindəsiz. Gəl, bir nəfər də qoşuldu. Deməli qızlar, Şəhriyarın bu şalvarlarını hələlik asmışdım bura. Bunları da qatdalayıb qoymuşdum bura. İndi bunları köç elətdiririk. Gətiririk bura, baxın. Görsünüz buranı. Bura düşündüm ki, baxın 1, 2, 3, 4, 5, 6, 7... Bayağı bir şalvar sığışacaq. Ona görə bu rəfi eləyirəm şalvar rəfi. Lap belə Şəhriyar özü tullayıb atsa belə yerə. Oradakı fakt kimi. Mən qatdalayıb qoymağım daha rahat olacaq. Çəm burada bu qədər yer tutmağı. Ona görə bunları köçürdürük. Üst geyimlərini asırıq bura. Sonra baxırıq görək davamında nə edəcəyik. Hadi bakalım. Gerçəklər bugün gün üzünə çıxdı, sizin xəbəriniz var. Bu mışok çox bilmiş artist, aftris, aktyor Şəhriyar. Deməli, özünü o qədər yazıq aparıb ki, buna hər paltar mağazinə girəndə bir dəst, 2 dəst, bir dəst, 2 dəst. Şu an paltarları yığanda fark edirik ki, hamımızdan zəngin Şəhriyardır paltar konusunda. Sərsəfil vəziyyətdə olan biziymişik. Amma ata hər... Aşkım gələm. Yəni eyni şalvardan 4 dənə var bu dəqiqə rahat arkadaşlar. Amma sənə bir şey deyim. Ata bugünə kimi 3 ildə aldıqlarının hamısını saxlayıb ona görə bu qədər çox paltar var. Biz ləbləquj alarıq hər şeyimizi anormal, sərsəfil vəziyyətdə işlədən. Sizin şalvarlarınız boyunuza qısa olur, ona görə çox su yoxdur ortalıqda. Sən o fuşu arxılayırsan, köçərsən, arxılayırsan, köçərsən, bilmək olmur səndə bədəndir. M olursan, L olursan. Arkadaşlar, bura yığdığım paltarların çoxusu var. Bu dəqiqə əynimə olmur. Yəni onca belə şalvarlar olub. Aşkım, bunları hamiləlik vaxtı almışdım. İndi heç bir olmur əynimə. Hamişliyə görə almışdım ki, əynimə olsun şalvarlar. Olmur. Özün gör, səndə səhər bağladım, gördün düyməsi bağlanmadı. Hə. Geyinmirdim dünənə kimi, əynimə olurdu, geyinirdim də. Görməmişəm sən əynində. Yalancının demiş ama. Adamın yadında qalmır. Arkadaşlar, bu dəqiqə əynimə tək olan şalvarım budur. Nahidə. Bunu da Nahidədən oğurlamışam arkadaşlar. Heç bir şalvarım olmur əynimə. Çox qarib. Nəysə, davam ki, çənəyə güc verməyək.
deyirəm. Deməli, ata geyinmə soyunma otağına girir. Əynini dəyişməlidir, indi çöl paltarındadır. Necə dəyişir? Bir dənə baxın bura. Açdım əsasını. Ayaqlarını çıxardır gizli belə. Hə? Qaldı. Əl dəyməz, heç əlim vurmaz. Düz deyir. Yəni qalsın deyilə. Pişiklər neynəsin? Qumu xuşuydu. Mən də olsam pişik mən də elə eləyərdim. Düz deyir arkadaşlar, öyle yapıyor. Yəni bu adət yəni kimsədə yoxdur məncə. Mən fikrimcə. Yəni atam ona görə pişiklər. Ata ilə düşüblər. Da deyirlər ki, Dafinkavi yerə atmadı. Deməli arkadaşlar, yerdən bir şeylər Ver düşürlər. şılkanı ver sonra deyin. Ver şılkanları ver yerden. Sonra başlayarsın değinmeye. Oha, qıfıl deyə qıfıl, yarabbi. Zəbədə. İlişdir. Hə, deməli yerə otururam, gözümə nə çapdı onu götürürəm də dostlar. İndi baxın. Bir diyorlu qoca nənəmizin, yəni Murad dayın gəlini şərfi. Murad dayın gəlini deyil əslində, Murad dayın gəlini tapıb. Belə deyir, sifətini göstərmək istəmirlər indi ilk başlanğıcı. Belə, mənim diyorlu şərfim var, sən onu taxarsan. Yəni bunun şərflərini nə üçün alır da, nə üçün alır? Sən nə danışsan? Bağlı kameranı, boş. Mən derim ki, kəlmə mənalı. Səndən bu. Şərf bağlaya da bilmirəm bu qaxtal. Belə eləməliyəm sən qəşəng Bilirsiniz niyə qaxtalayarsan. şərflərimi bəyənmir? Çünki işlədə bilmir. İşlədə bilmirəm çünki taxınmayı bilmirəm. İşlədə bilmir ona görə. Xoşu gəlir. Bandanalar alıb. Bandanaları nə salmış? Bir ara trendidir, bilmirəm. Belə bağlayırdılar. Kiçadan mısı belə idi. Ofiş onlardan görmüşdü, düzəltdi. Deyini sənə mən kömək eləmək gəlmişsən, deyinməyə gəlmişsən. Yox, bunu göstərməyəcəkdim, hə. Qəhvəsini də alıb hələ arzularsız. Bu məndən aşığına bax. Sən bura baxın, əslən pozulur, paltar alaydın aşkım. Yaralı evlat olaydın da. Amma bunu da Ayda. Mən təmadan belə bir şey olsun, mənim başıma tupoy deyərlər mənə. Nədir? mən dedin Aşkım, bu nə? Eynən belə bağlamışdı. Belə bağlamışdı, qıran olsun. Bir ara trendidir. İş bu qalmışdı başının hər yerindən. Qalmışdı belə. Trend uşaqlar, trend. Nə qədər şərf oldu, heç birində işlətmir. Buna bax bir dənə, qurban olum sənə. 2 saatdır şkaf yığıram, şəhriyarın şkafı qutarıb da. Palto ilə pencəkdən başqa heç nə yoxdur mən şkafım. Valla deyəsən düz olma şalvar alıb, ancaq ayaqları trapez şalvar alıb. Həyatım, onu hamiləliyə görə almışam mən balam. Cins geyinə bilmirdim də ona görə almışdım ki, qoy sıxmasın qarnımı. Bunlar görüm gülməyim gələ Allah'ım. Onları elə götürmüşkən qobura əyilə bilmirəm yerə. Baxın da bir yeşi ancaq belə. Məryəm, deyinlisən, çox deyinlisən. Mən sadəcə izləyicilərə təvsiyəm bildirirəm. Siz də o fışqı hərəkətlər eləməyin. Sizə də belə təvsiyəm olsun. Deməli, qızlar bitdi. Xalçanı Məryəmlə birlikdə çırpdıq, yerdən götürdük. İndi sizə göstərim. Baxın, bura şüşə gələcəkdir. Bilirsiniz, hal-hazırda bunların arasında şüşə yoxdur. Şəhriyarın bütün şalvarlarını yığdım bura, sərgi kimi tək-tək. Yəni buradan şalvar dağıdıb götürmək üçün manyak olmaq lazım. Çünki üzünə baxanda bilinir ki, bu əlidir, bu vəlidir, bu pirvəlidir, nə bilim. Hamısı bilinir. Daha sonra Şəhriyarın 2 tane burada gəzmək köynəyi var, onları yığmışam bura. Bura maykaları falan yığırıq arkadaşlar. Bura sport köynəklərini, futbolkalarını yığmışam. Buranı bağladıq. Hələ nə qədər paltarı var o evdən gəlməli. Bundan da bitmir yəni. Burada üst daha çox şeylərini yığmışam. Kurtka.
və sport dəstlər, hansı ki şalvarlı, jaketli dəstlərini yığmışam. Şəhriyarın serüvəni burada bitdi arkadaşlar. Özümün də üst geyimlərimin çoxsunu bura yığmışam. Ofşun pantolonlar çox ağırdı. Ofşda bir tərəfə yükləyib 50 bir şey bir tane. Yox, bir tərəfə yükləməmişəm. 2 kurtka ora qoymuşam, 2 palto ora qoymuşam ki. Başqa bir şey deyim, çox qəşəng deyib. Bunlar rəng qatıbsan şkafıma deyim biləsən. Amma heç biriniz sevmirsiniz onları. 4 dənə cinsim var idi, attım bura. Cinslərim çoxdur. O birlər də gələndən sonra yerini dəyişərəm yəqin ki. Burada sport dəstlərimdir arkadaşlar. Yəni bir-birinə aidiyyatı olmayan dəstlərimdir, dəstləşdirmişəm. Burada klassik köynəklərim, kəmərim. Burada futbolkalarım, korset, nə bilim şərflərim falan, köynək işte. Sonra burada pijamalarım, gördüyünüz kimi. Şu, bu kadar. Bunlar da bu kadar. Uşaqlardan çıxan bir iki parça vardı, onları da yer-ber elədim. İndi nə edirik arkadaşlar? Hər şeyi yığmışam, göylərə qaldırmışam. Bir dənə polları tez pilsoslayıb silirəm. Sonra biraz makyaj masamı baxım eləyirəm və işimiz bitir, getdik. Deməli, həm süpürəm, həm siləm. Aparatın dərmanını tökürəm, qızlar. Bunun dərmanı var. Hüf, anneciğim zəhərlənmə bir dənə sən. Evet. Bu dərman qutarandan sonra keçəcəyik normal polu silmək üçün işlətdiyim xlorlara. Hələlik bunu aparatın üstündə veriblər deyə bunu işlədirəm. Все, mən başladım. Getdim. Görüşürüz. Tam. Qızlar necə oldu? Baxın, nə etdiyimi deyim. Polları sildim, süpürdüm. Xalçanı qəşəng sərdim yerinə. Makyaj masasının başını, daraqlarını, üstünün tozunu aldım. Burada lazımsız şeylər vardı, onları atdım. Bir də xırda bir dəyişiklik elədim. Bu güzgünü otağın dörd bir tərəfinə daşımışam bayaqdandan. İnansız, ora sürüyürəm, bura sürüyürəm, ora sürüyürəm. Axır uşaqlar şikayət edirdi ki, bu küncdə baxa bilmirik güzgüyə. Gətirdim bura, burada çox boğuldu. Bu yanında, bu ortada, bura belə boğunuq göründü. Ona görə qaytardım təzədən bura. Güzgünü qoydum bu hissəyə. Misal üçün biri şəkil çəkdirir. Baxın, ayna düşür istəsə şkaf düşür. Həm də kirli səbətini burada gizlətmiş kimi oldu. Misal üçün qapını açanda orada maykaların və s. qoyulduğu kirli səbəti var. O görünmür, gizlənir. Bir də kombi görüntüsündə biraz itirmiş oldum. Düşünürəm ki, belə daha yaxşı oldu. Nəinki bayaqki kimi. Bu otağın təmizliyi, paltarlarımı yer-bəyər eləməyim zadım. Hamısı demək olar ki, bitdi. Gidebiliyiz. Baldızım mənə yeni kuşon hədiyyə eləyib. Tanalni. Tırtır. Marka bir şeydi. Hər kəs sınamışdı. Mən sınamamışdım arkadaşlar. Artık benimdə var. Şittiğim tutu be. Səhərdəndən də iş görə bu butulka tam doluydu arkadaşlar. 1 litriydi. Cəmi 350 millilitr qalıb. Nə qədər su içmişəm. İş görəndə vəbşə çox susuyuram. Dəhşət. İndi sizə elə bir dağınıqlıq göstərəcəm ki, həyatda ən sevdiyim pintilik növü ola bilər. Yəni bu otağı əziyyət çəkib yığışdırandan sonra ancaq bu dağınıqlıq məni xoşbəxt eləyə bilərdi. Ancaq bu pintilik məni sevindirə bilərdi. Hazırsınız? Tam. Arkadaşlar, parfümlərimin hamısını açdım. Hamısını. Nə qədər Şəhriyarınkilər də, özümkilər də. Bunların açılışını çoxdan da eləməliydim. Neçə gündür yubadırdım. Məndəki səbir arkadaşlar. Yəni bunu necə yubatmaq olar da bu həzzi. Nəysə, videomu çəkdim. Çox qəşəng asmır videosu çəkmişəm. Şimdi anladınız mı neden odayı təmizləmə həvəsinə girir? Yox, şaka. Otağı buna görə təmizləməmişdim. Amma ki, dedim day təmizləmişkən bu qədər əziyyət çəkmişəm. Yenidən nə qədər dağılmayıb tez videomu çəkim. Evet.
Çox qəşəng parfümlər ekləndi yeni kolleksiyama. Bombshell arkadaşlar, Lancome Idol, sonra Tom Ford Velvet Orchid. Kayalını mən işlətməmişdim heç, ilk səfərdə alıram. Versace'miz var burada bir dənə, Versace. Prada'mız var. Kokusunu merak ettiğim bütün ətirləri yığmışam bir araya. Bunu çox övürdülər, bir də çox pisləyirdilər. Mən bəyəndim şəxsən, çox qəşəng parfümdür. Şəhriyarın mənə zorla aldırdığı, bayıla iynədiyi həmin o parfüm. Bunu ümumi otağıma qoyacağam. Yəni bunu eləyirəm. Şəhriyarın favori parfümləri siyahısına əlavə eləyirəm. Bunlar da işte Şəhriyarın parfümləri yazıq. Bir dənə, iki dənə burada belə araya qatışıb. İndi bunları qəşəng yığacağıq. Baxın, yeni aldığım bu orqanayzerlərə. Shorts bölməsində videomu paylaşacağım. Baxarsınız, çox keyifli bir video oldu mənim üçün şəxsən. Göstərdiyim parfümlərdən hansını daha çox bəyənirsiniz qoxusunu? Bu arada reklam deyil, həqiqətən reklam deyil. Elsa Parfümers'dən almışam arkadaşlar. Baxın, Instagramı falan da burada var. Çox münasib, yəni necə deyim, 10 dənə birdən dux almaq istəyirsinizsə yazın o səhifəyə. Həqiqətən belədir. Nəysə, bunları yerləşdirim, qalxaq yuxarı. Əsin ağzı dünən deşili, baxın, üst damağı çöp girib ağzına. Ona uşağım acdır, heç nə yeyə bilmir, nə yeyir, incidir. Ona görə gecə ilə ona düyü supu eləyəcək. Arkadaşlar, zar-zor razı saldım onu ki, heç olmasa düyü supu eləyim. Onu ye, ac yatma. Sudan başqa heç nə içmək istəmirdim. Mənim vicdan əzabından ölürdüm ki, bu ac yatacaq. Ona görə qalxırıq yuxarı indi annelik eləməyə. Hadi bakalım. Clean girl'lüğü zamanı bitti. Arkadaşlar, qırğın var. Qırğın var. Rabia Məryəmin Adamımla. şüşəsinar. Vay. Sən niyə onun abur cuburunu oğurlayırsan? Oğurlama. Oğru. Səni də alıblar da. Oğru patladı. Oğru patlattı bunu. Oğru. Nə işin var uşağın abur cuburuyla? İt adam. Nəysə. İvan adam. İt köpək. İt var. İt bu. Sana eşək. Burada it var. Bir-birinizə it deməyin. Benim de. Başladılar deyənə. Mobil gün siz her yeri tez sarfanır. Xəstədirləri. Bizim gecəmizə bax da. İçine adam gelsin benden olabilmez. Ben onu seviyorum. Nə danışır bu Məryəm? Rabia nə danışır o? Dişləri yanağın. Az bırax. Nə söhbətdir o? O nə söhbətdir? Din. Mesela Mahmut da aşkım Mahmut Kur'an'dan da olsun. Niyə sən qıcıq oldun ona mahnını oxuma? Orada da Ben təmiz. o böyle çünkü. Çünki niyə? Sən nə əlaqən var o mahnı ilə? Ama video çekil orada. Hə. Ay da bas. Yaxşı, qırışın, mən sizə dəyməyim. Ya o başımda. İçi de adam gelsin. Karışık cilimi benden alamaz. Oh my god. Deniz içinden öyle. Xəstədirləri. Baba əlində çay çıxı adı nədir? Əlində çay. Mamulik. Mamulik. Nədir çadı? Mamulik. Andi çanı qoydun? Kıza mamulik yola çıkıptı. Ona oxşur mu? Ona oxşayır, prosta sən ad qoy da. Mənkisi adı Seymullahdır. Elhamdülillah. Eləmə. Əstəğfurullah, eşillah qoyma. Semulla ne demekti ki? Seymulla deməkdir. Ay yox. Eləmə də eşək. Baxın dostlar, sizdən gizlətdiyi sirləri var. Baxın, göstərirəm sizə. Baxın. Bismillahirrahmanirrahim. Sən hardan çıxdın? Tako bəy, siz hardan çıxdınız? Dostlar, sizə bir dənə söz deyim. Ümumiyyətlə, evdə usta tapanda 1 manat aşağısını danışır.
1 manata öyle milyon dənə işi məhv eləməyə yerinə 1 manat artıq verib normal iş gördün Allah olsun. Tako Bey Ya. çox pula qənaət elədi. Ona görə indi Yox, işə düşüb. qənaət söhbəti yoxdur. Burada heç bir qənaətli iş yoxdur. Sadəcə olaraq bax, gəlmişəm, hamam tualet təhvil almışam. Qurban olum, hamam tualeti mən alanda kafeli başqa rəngdə idi, indi başqa rəngdədir. Kafel o yana qalsın. Kafellərin arasını doldururlar, su vursan arasında doldurduqları şey gedir. Bilmirəm bunlar nə vururlar, nə işlədirlər. Özə bir yerə silikon vurmaq üçün bütün əllərini silikon edirlər, divardan da yapışırlar, untazdan da yapışırlar, duşdan da yapışırlar. Bunlar nə edirlər? Əllərinə şey vurublar, nə deyirsən? Silikonu. Spider-Man kimi gətirib divarlara yazırlar. Bunlar nədirlər? Dəyişirlər. Bunu aldın, silikonladın, vurdun, əlini sil, başqa yerə vurma da. Sən orada işləyirsən, ona pul verirəm də, sənə də pul verirəm, onu düzəltməyə də pul verirəm. İndi gör nə gündəyim mən Allahın adından olsun. Tako Bey, əsəbləşməyin. Gedən bax. Heç də olmaz. Prosta məncə o ustaların dərsini verin, sizə deyirəm. Aşkım sən neçə şey alırsan? Ustaları kovunuz. Oh my Sheila! Baxın, ata bura nə edib dostlar? Yapışdırdı, mən kömək elədim. Mən elədim daha doğrusu, mən yapışdırmışam. Zarafat eləmət yapışdırıb. Oyda, hayda, saçım elə Növbəti gündən hər birinizi salamlayıram. Arkadaşlar, yuxudan təzə durmuşam. Şaka burada kartoşka soyur, mən kömək eləyir. Gedib bazarlıq eləyib. Uşaqlar evdə yoxdular. Əsnat evdədir arkadaşlar. Rabişlə Məryəm evdə yoxdular. Onları götürənə qədər kahvaltı eləyəcəyik. Yemək pişirməyi planlaşdırıram Allahın izni ilə. Bir də baxaq görək bu mənsiz marketə gedib bir şeylər ala bilibmi? Yoxsa sadəcə ekonom paket alış-verişmi eləyib? Ona baxaq, ondan sonra keçək zavtrika. Burada ekmek görüyorum hocam. Aşkım nə almısan zavtrika zarafatsız? Ekonom? Ən ucuz kalbasanı aldım, ən ucuz pendir aldım. Ən ucuz kalbasa bəlkə yaxşı deyil. Yox, hələ ən yaxşı ucuzlardır. Bahallarda xəstəliyi var, bahallarda Yumurta alıb nə qədər yumurta? Yumurta xeyir. Kalbasa alıb, pendir alıb. Fişa. Bu qədər. Zavtrıqdan kebab yeməyəcək. Kebab olmasın, sarı pendir ola bilərdi. Nə pendir? Sosis hə o ağızda. Sosis ola bilərdi. Sarı kök niyə tökürəm üstünə? Eyni dadı verməyəcək. Sonra o yağlı pendirlər var ha sarı rəngdə. Ondan ola bilərdi. Dədimin evində yeyərsən. Dədimin evi yoxdur, anamın evi var. Anamın evində yemişəm. Anam o gün almışdı biz orada olanda. Evi, hadi sən getdin orada yeyərsən. O zavtrıq orada yeyərsən. Sonra zeytin ala bilərdin. Hər evində maksimum yeyə biləcəyin zavtrıq bundan. Zeytin ala bilərdin aşkım. Avokado. Nə dədəm zeytin görüb, nə nənə. Yalan danışma. Dədön gələndə zeytin gətirməmişdi Türkiyədən. Göpə bassan O da dədəmin. yazılı indi Türkiyədə ancaq zeytin görür, zeytindən başqa heç nə də yatırmamışdı. Sonra avokado ala bilərdin. Avokado bizdə insan adıdır. Sən bilirsən, Avokado yemir. sən bilirsən mənim bəbəm üçün avokado nə qədər vacibdir. Mən hamiş olan Məzəlanmı? heç avokado yeməmişəm. Hələ məndə uşaqların heç bir avokadoya oxşamır. Hələ ki avokado ilə qidalanan uşağım yoxdur. Sonra mürəbbə ala bilərdin. Reçel, mürəbbə, reçel, cem yəni. Reçellə. Cem. O, Skuşonka ala bilərdin. O. Hə. süt almışam. Pesokla qarışdırma olsun süt. Sənsiz çatdırmaq olmur. Krisa. Kilisa dönəm. Krisa olmadan kris olmağı bacarsan. Yox, heç kilisa olmayı bacarmıram. Aşkım. Hər mən kimi kilisa olsun. Sən bir dənə söz deyim. Gecə kəkli otulu çay dəmləyəcəm, oturaq çay. Şeydir, gecə arkadaşlar termosumu unutmuşdum geyinmə soyunma otağında. Oradan bura qalxmam, düşməməyin, buradan ora düşməməyin dərdindən səhərə qədər susundan var ha, ağac kimi quruyub başım. Allahın olsun. Bu mənə Allahın bir stəkan suyunu gətirmədi. Gerçi bu mən susuz olduğumu bilmirdim, amma nəysə. Gedim çay dəmləyim, zavtrıq eləyək. Əsnad da dur quzum, o da bizlə bir yerdə zavtrıq eləsin. Günə başlayaq. Haydi, let's go. Sivir.
Evet arkadaşlar, minik junior kahvaltımız hazırdır. Tam Əsmin boğazı deşiydi, o yeyə bilməyəcəm. Yumuşaqdır. Süt almışam onun üçün. Yumuşaqdır aşkım. Peki. Süt nə yiyəcək uşağın zavtırıqda? Sütlə nə yiyəcək? Ay qaynardı, qaynardı. Yandı ağzımız hə. Aşkım nə gözləyirdin ki? Kartoşkadır da. Qaynardı, təzə çıxıb tavadan, ölüm sənin üçün. Çayları süzürəm. Əsnatı gedirəm, oyadıram arkadaşlar. Bəh, 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 bəh. Əsl istədiyim kimi zil qara çıxıb arkadaşlar. Şəhriyardan sonra məndə travma qalıb. Çayı açıq eləyə bilmirəm. Buyurun. Əsnat! Ay Əsnat! Əskuşa! Ay Əskuşa! Gedim ondur kızım. Neyse arkadaşlar biz gittik kahvaltıya. Yey içey enerjimizi toplayaq. Geri dönüşümüz güzel olacak. Haydi. Hoş geldin Məxmirə. Nəfəsdən çıx, bizdə Məxmirədir. Günaydın, günaydın. İzləyicilərə də günaydın dinən. Günaydın. Ağzın necədir? Əla, süper. Bugün axşama lap yüngülləşəcək. Arkadaşlar, Rabiyə ilə Məryəm yoxdur. Bu pısnat nə edib bilirsiniz? İzləyicilərin verdiyi bütün abur-cuburları tıxıb, Nesquik'də demək olar ki, bitirib. Ay Allah, yoxdur içində. Əsnat, sən nə eləmisən Əsnat? Səni gəlib öldürəcəklər bu Nesquik'i burada tapmasalar. Nesquik'i bitirib, kinderlərin hamısını yiyib, abur-cuburların dibinə çöküb arkadaşlar. Rabiyə gələndə var ya, səni 2 tikəyə böləcək, xəbərin olsun. Bilirsən də yəqin ki. Yalandan dinən ofuş yiyib. Mənim boynuma at. Mən səni qoruyarım. Yaxşı. Dünən Məryəmi oda atdım, amma səni qoruyacağım. Şəhriyar arkadaşlar, gedib Məryəmlə Rabiyəni götürməyə. Biz də burada Əsnatla oturmuşuq. Gözləyirik evimizin digər 2 neşəsi gəlsin. Biri gülüş manyakı, dayanmadan səbəbsiz yerə gülür, özünü saxlaya bilmir. O biri də deyincən qarı. Gözləyirik gəlsin. Arkadaşlar Şəhriyar getdi məxmirələri gətirdi. İndi oturublar bunlar yemək yeyirlər. Sən o biri məxmirələri yemir ha. Məktəbdən gəlir yemir. Sürprizim var. Nə sürprizi? Nə sürprizi? Aa, kraskaladılar. Qəşəng arkadaşlar. Rəngi bu olacaq. Allah. Çox gözəldir. O hamama çox qəşəng yaraşacaq bu moydadır. Əsl mən istədiyim kimi. Materialı su keçirməyəndir. Nəm götürməyəndir. Ay çox sevindim. O biri hamamda şişirdi şkaflarımız. Su dəyirdi, şişirdi. Bir dənə bu mən çox yerdə fikir vermişəm ümumiyyətlə. Çox sağ olsunlar həqiqətən. Mən yaxşı ustanı həmişə tərifləyirəm. Yaxşı olmayanda deyirəm ki, odur yəni. Top haraydı bura? Topkapı. Adı yadımda qalmır. Topkapı keramika. Düzdür. Çox gözəl əl işləri var. Çox gözəl əl işlərindən əlavə də şeydir. Vaxtında çatdırılmalar var. Heç biz 5 gündür sifariş vermişik də. Düzdür. Kraskası da vuruldu. Maydadır o keramika hissəsi. Nə vaxt gəlir bəs? Prosta səhifələr mən çox maraqlıdır. Mən məndə Instagramda səhifə itir. Məndə var. Topkapı seramik yaz gələcək. Topkapı seramik. Qıyla. Neçə günə gəlir sən onu dinən? Bu Çox sağ ol həyatım. burada. Bəli, neçə günə gəlir? Bax. Rəngi də buradan seçmişəm bax. Bax. Baxın. Bu rəng olmalıdır. Bu tündü də var idi. Şokolad da qəşəngdir. Şokolad da qəşəngdir, amma bizim hamamın rəngi biraz açıq idi deyə. De. Bizimki belə olacaq. Baxın arkadaşlar. Bax, Üstü də buna oxşayacaq. buna oxşayacaq, amma belədir. Bizə Amma matdır. krantın forması da belədir. Hə, krant içi zadı hamısı belədir. Allah.
Süper. Necədir arkadaşlar seçimimiz? İndi Puanlayın. bu gəlsin bizə böyüdü. Bax belə bir şey yığılasaydı baba. Belə altı belə bir şey, üst güzgü Allah. sensor azadla. Süper. Çok yaşayındı. qəşəngdir, həqiqətən. Halal olsun sənə. Vay oğlu. Eyni anda dediyi eyni sözü. Mən bu sana biri... Buradan da Topkapı'nın işçilərinə çox salamlar. Həqiqətən sağ olsunlar. Onu da deyim ki, elə bizim izləyicimizlə Demişəm bunu. şey Mən bilirəm. Mən bu sana o biri məxmirələrin yemək yemirəm. Məxminələr. Gəl görün bura. Bir gəl izləyicilərimə salam ver. Başa düşdük yorğunsuz, nastroyeniyavız yoxdur. Nasılsınız? İyi misiniz? İzləyiciləri növbəti gündən siz də salamlayın. Salam. Mən bu aç deyilsiniz. Siz bütün günü enerji xərclə, qaç ora, qaç bura, yemək yemə. Deyilsən aç. Heç nə demirəm. Sənin sözüm yoxdur. Şey görsən. Bura. Bizim belə olacaq. Aa, çox qəşəngdir. Bax belə eynən bunu sifariş eləmişəm. Super. Alt şkafı da belədir, yuxarısı da belədir. Bura güzgü də sensorlandır. Allah, super. Aşkım, Topkapı'nın mən bir sən düzəltdiyi ən böyük şey ola bilər. Maydador. Maydador. Mən bir sən nədən qorxuram? Bu evdə biz çoxlu güzgü qoydurmuşuq. Bizim o evdəki güzgülərimizin hamısında qara-qara ləkələr Yox, var. onu da dedi ki, güzgüdən güzgüyə fərq var. Güzgü var yanandır. Yəni qaraltılar düşür ona. Düşmüşdü. Mənim makyaj masama da, hamama da Hamısı, hamıda düşdü. düşdü. Axırdan axıra hamama Amma da bu düşdü. güzgünün heç birində xallanma, mebelində şişmə, keramikində nə bilim, nə. Yəni bunların heç birisi olasıdır. Allah, super. Və işlərində sağlamdılar yəni. Heç bir şikayətlər yoxdur. Mən hər yerdən baxmışam. Bütün kommentlərdə oxudum. Bilmirəm sənlə bir yerdəydi. Nəysə, arkadaşlar. Qoy hazır olsun. Bu necə bacıvı çağırmaq? Hazır olsun, hazırlanandan sonra tam hazır şəklini paylaşacağıq. Ondan siz ekranları qalmayacaq. Bunları yedizdirdim arkadaşlar. Bugün kuxnadan çıxmamışam. Səhər açılandan ancaq mətbəxdəyəm mən. Da çıxıram buradan. Şöyle getdim mən. Bunlar da yemək yemirlərsə şöyle. Mən burada da çağırmayın. Hə? Həyətə? Mənim həyətdə nə işim var? Sənlə mənimlə nə bilim, sən özün təklif elə. İndi Əsnafla həyatda oyun oynayacağıq. O füşlə gəldi bizi seçməyə. İstəsən də götürək seçmək. oynamırsınız, hə? Məliş telefonu baxın. Hə. Birinci şey qab götürüyor, bu şörtü şiriyatları bizə yox. Sən tutaydılar. Post çıxın hansı qabı götürüyor? Aşkım, mən təzə servis qabları həyətdə qaç tutubda oynamaq üçün sizə verə bilmərəm, bağışla məni. Hansılar götürüyor? Ne götürüyor? Şirniyyatları götürdünüz maşının üstünə də. Onda korkulan səhv edəcək. Hə, klokundan şirniyyatları bir dəfə, yeyəcəksiniz orada. Hədə. Ben oynayacaq üçün birimiz qatırır. Maşın cızılar onun üstünə qab qoysaq ömrüm. Kloka yığın onda. Çünkü şüşə qab üstünə, maşın üstünə qoymaq praskası cızılar. Götürək. Sən sırayı Ben tutacaqsın. şoban. Bir dəqiqə, onda chipsiden oynuyorsunuzsa mən də oynayıram. Mən siz Aşkım yeyin. sen necə qatırdaysan? Mən niyə qaçıram ki? Bir gördü ofis gedir halde satamıyor belə. Ofislərdə biz Böyle ye. Mən bilirəm də taş kağıt makas elədik, misal üçün. Mən uduzdumsa mən gedib gəlinə qədər Rabia'nın yeməyə baxdılar. Lap yaxşı, daha çox yeyəcəksiniz. Yok da sen çok yerirsen bir gördü de ilk alırlar. Sən mənə görə narahat olma, mən hər şeyin üstəsindən gəldim. götürdüm. Zəhərlənmək istəyirsən, sən bir dənə chipsi götür bəsdir. Aşkım şey değil de biz. Əsl çipsi yemeyəcək. Onda əsi üçün şey götür, yumuşaq şirniyyat götür. Şey koyuyor. Eminde köfte. O da bak. O da bəkdir. Bunu Onu götür. Mersi ne götür. istemez? Rabia bu gedişlə deyəsən, Bu heç ise nə. leopar. Bu ise takmayla. Bu Nə ise oldu ayəsi, sən heç nə Yaxşı istəmədin. sen gelmişsin. Gəl, başlayaq oyuna. Haydi götürün onları. Mən də bunları yudum, bitirdim. Deməli arkadaşlar, düşdük həyətə taş kağıt makas oyununu oynamağa. Bunlar elə bilirlər mən iki canlıyam da xəbərləri yoxdur ki, mən burada nə potensiallar sərgiləyəcəm. İndi baxın görün arkadaşlar.
İşte birdən taş, kağıt, makasda yəni bəxtim gətirsə, o ucu şans məsələsidir. Geriyə qalanını bana bırakın. Bakın bakalım bir dənə bir dənə çöp bile bulacak mısınız yeməyə? Qazansın sonra burada işinə qalmaz biz qatıb gələnə qədər. Mən hamısını yerim. Deməli buradan o kranta qədər gedib gələcəyik də, düzdür? Hə, arkadaşlar burada qururuq kamera ilə yeməkləri. Buradan həyətimiz dağınıq düzürlü sayın. O kranta qədər gedib gələcəyik arkadaşlar. Görək Neynəsin? Gaza qoy. ən çox yeyən, ən çox yemək yeyən utsun. İzləyicilər qərar versin də ən çox kim yedi onların fikrincə. Ən çox yeyən utsun. O biri 2 nəfər bugün onun köləsi olsun. Məncə yaxşı fikir. Davay. Kameranı yerləşdirin, başlayaq. Məryəm burada yeməkləri qurur. Yeməklər əslində kameradan hündürdə olsa zor olardı. Necə 4 oynayacaq? dəfə necə oynayacaq? Üç nəfər qazansın. Kim qazandı da? Kim onda əl üstü oynayaq? Əsl gəlsin. Nə oldu? Mən onda əl üstü eləyək. Tamam, Əsl gəl. Əsl. Əsnad. Əsnad. Özü çox eşitməməz. Yalandan eləyir. Niyə? Bilmirəm. Əsnad. Üç nəfər rahat paşama kızmam. Tamam. Ama bir dəfə yeməli. Ağzından bilinmirdi gün tipsi. Keçsin. Davay. Yiyəsən, heç olmasa bilindirməyəsən. Gəl. 3 nəfər necə oynayaq? Paşama Aşkım ben qazanı şalvarımı düşər axay. Bir nəfər qazandı, bir nəfər. İki nəfər qazandı, ikisi də birdən yeyəcək. Yəni belə də. Davay onda. Taş, kağıt, makas. Mən unuttum. Evet. Şunun tipine bir bak. Şuna bir bak. Ayırma. Yoksa. Sağ oldu bize lan. Gülme. Yaxşı, Taş, kağıt, makas. git. Mən də qazandım axı. Ömür 5'ten hamsi yedim. Ha. Boğuldum, yüreğim bulandı. Ay aşkım cimcim. Ama. Aşkım. Həm şalvarım düşər, ayaqqabım çıxır. Neyim? Gəlin. Sakın gidip yuxarıdan biraz bir şey getirelim. Ayda! Ayım yeme koyarım. Ağzına girme.
Ah, kusacağım utançtan. Ay ben ömrümde çok az böyle rezillik gördüm. Ah. Anneciğim affet beni. Allah bağışla beni. Affetmeyeceğim kızım. Oynama bizden. Ben düşüysen. Ben körüm vardı. O zeytin var ya. Kusturacak bizi. Zeytin ne günah var yazın zeytini. Aşkım evimdeyse çipsin amın da şeymiş birleşesi. Evimdeysen çipsi yemeyin. Berbattı tadı. Sen ne yedin ki? Sen niye buradasın ki? Sen niye teze çips açsan ki? Aşkım dişi tutardın da. Yenmedi hiçbir. Pisi geldi. Ne bağırma? Geldi. Artık o fışı gitti burada. Ağzında bir tabi. Öcümüyün, kusarsız öcümüyün. Kimde öcüyen? Öcüyür diye bu benden bir yerde. Onu görüm sonra ölcümümden de vardı. Aşkım çok pis kusuyor. Bir şey değil, bizim mədəmiz yazıq diye belə yeməyi qatıb. O mədə nələr görür? Evimdəsə çipsi ağzımda qaçışdı, qusmaq dadı verdi. Bilirsən də yəqin. Xeyr ola. Həkimə göndərəcəm bu videonu. Həkimin nömrəsi var axı səndə. Götürərəm səni. Ay TikTokda mıdır? Gecə tez yatır, götürərəm. Oyunsuz geldiğimizde var. Sen Bak oynayın. Aşkım sana falan. Aşkım kusmaya gelmiş ye. Uşaqlar, Tomatı renk bulandırma. Özünüz yorumlarda səmimi yazın. Ay Allah, mən nə gündəyim. Ben daha çok yedim. Ən çox mən udmadım. Biz bütün MMD'sler Türkçe aldığımızda Mən nə etdim? Sen de Sen bütün hepsini yedin. Evimdəsə kim yedi qustu bəs? Sen 3 tane orada kalmıştı. 3 dənə qalmamışdı, Quran and olsun. Ən çox kim udub yorumlarda siz yazın. Sen yazdın. Sen udun. Bu arada oruç olanlar bu Kusmuşsan videoya da. bakmasın, iftardan sonra bakarsınız. Nə tez dedin sən bunu? Kusarsız ya. Nəysə siz oynayın, mən çək. getdim. Çekil. Ha 2 dakikada iş kap burada. Yaxşı, tamam. Aşkım Ya Allah, başla. magasını hem şalvarım düşür, hem ayakkabım uçur qalır. İndi sən məni təsəvvür elə, həm nəfəs ala bilmirəm, ağzım doluydu bu xıttəyimə kimi. Həm də ki çocukum var idi qarnımda, qaça bilmirdim. Əlim getdi. Ərim hara getdi? Bilmem bak bir sürü daha. Boş ver, qızlarım yanımdadır. Nə istiyorsunuz? Abla, sana nə oldu? Aşkım bu cipsi de yiyeceğim. Ben yiyeceğim. Ne diyor baba? Eve kalmıştın aşkım. Siz inanmırsınız, mən boğulurdum, Quran and olsun. Çipsinin balaca parçası getmişdi nəfəs boruma. Davay. Tabii yok da. Rabi. Davay Rabiyə. Çiçirası oynayamayacağım. Davay, davay. Gel. Ye Məryəm. Nə bacardın tıx Məryəm. Bas Məryəm, bas, boğulma Məryəm. Məryəm boğulma Məryəm. Hə, bu yana, hə. Çok hırsız sana. Baxım. Ay Allah, məxmirə. Soram, davay. Ay yavaş. Davay. 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 Nə oldu sizə? Get Məryəm. Rabi neysən? Rabi çipsin ye. Aa, 2 kek stranı birdən bastı. Sən ağzını o boyda böyle. Özel yavaş boğular. Kek stra bitti. Kek stra bitti. Ölürler bunlar. Bu davam ki.
istiyor soktan sıra üstünce. Yo, məndən sonra aha deyənin də bunun ürəyi getdi. Ya Allah. Boğularsan, ehtiyatlı ol, qurban olum. Məndən eybi yox. Mənim gördüyümü görmüşəm, yaşadığımı yaşamışam. 23 il Allah mənə möhlət verib sağ olsun. Sən hələ 13 ildir. Yiyip bitirene kadar olmaz. Heç olmasa bir 50-60 il yaşa. Sizin de yerin. Yaxşı oldu elə qoy həzm eləsin biraz. Ay Allah. Ay Allah. Boğulurlar ben. Get. Haydi Meryem. Aa Meryem şirniyyat yemem. Çipsi ye qusarsan məndən 5. Tezərə də gəldi yaxı. Bir dənə. Rabia sen hələ keki qurtarmamışsın. Sen hələ kek stranı bitirməmişsən ağzındakı. Bitmeyeyim. Davay. Vaxt qazanır birdən. Uduzdu yenə Rabia uduzdu. Rabia bizim köləmiz olacaq bugün. Məryəm hazırsan? Yeyin. Davay. Elə şey yoxdur, düz deyir. Dəyişdirdin. Bir də. Rabia budu. Rabia arkadaşlar bugün bizim köləmizdir. İlk raundda mən bunları utdum. İkinci raundda da Məryəm Rabia'nı utdu. Ona görə bugünün köləsi Rabia Fərədzadə. Yo, mən gedirəm, bəsdir bu qədər. Ben yemem. Çok kuskuyorum. Məncə siz də dayanın çünki ay Allah şeydir, bəsdir. Həm boğularsınız, həm də ki qusarsınız. Ata deyəcək mən evdən gedən kimi bu uşaqları ya böyük, kiçik, orta oynatdırır, ya əllə əlsiz oynatdırır, ya da belə boğur uşaqları. Ben bir şey diyeyim. Bir çıksın açım gelecek. O çipsini doldur klokuna. Gəl yığışdıraq buranı, davay. Uşaqlar mən pet oldum. Bu oyundan sonra gəlmişəm, uzanmışam qonaq otağında videonu montajlayıram sizin üçün. Bu arada nasıl montajlamışam, gülməli səslər koydum sizin üçün. Nəysə, mədəm bir dənə yanmaq yanır. İndi mən ayırt eləyə bilmirəm bu Zeydə görə yanmaqdır, yoxsa yediyim çipslərə görə. Çünki dünən axşam Zeydə görə mədəm çox pis yanırdı. Baldızım həmişə deyirdi ki, axırıncı aylara çat, görəcəksən ki, bir dənə mədə yanğısı verir, elə bil ağzından əjdaha kimi od püskürəcəksən indi. Dünən axşam mədəm bir dənə yanmaq yanırdı. Deyirlər güya elə olanda uşağın saçı tüklənir, amma məncə heç bir əlaqəsi yoxdur. Bir dənə yanmaq yanırdı mədəm, dəhşət. İndi yenə o tutdu. Qalmışam burada belə bir böyür üstə. Heç nə deyə bilmirəm, tərpənə bilmirəm. Od püskürürəm, boğazım yanır bu dəqiqə bildiyiniz. Ona görə dünən də bu arada izləyicilər yorumlarda yazmışlar ki, videonu uzun elə. Ona görə videonu eradan əvvəl başlatdım sizə görə ki, uzun baxasınız. Ümid eləyirəm ki, dəqiqəsindən də, özündən də razı qalmış olarsınız. Birinizi zaten razı salıram, o biriniz qaynanam kimi deyinirsiniz. Dəqiqədən şikayət eləyəni razı sallam, mövzudan şikayət eləyirlər. Mövzudan şikayət eləyəni razı sallam, gülüşümdən şikayət eləyirlər. Qaynanalarım. Nəysə, videonu burada sonlandırıram. Bu evin işi bitmir arkadaşlar. Çok kritik bir vəziyyətdəyim. Zavtraka verirəm, yığışdırıram, təmizləyib qutarana kimi günorta yeməyinin vaxtı gəlir. Günorta yeməyini pişirirəm, yedizdirirəm, verirəm, yuyuram, yığışdırıram. Pollar çirkər, polları süpürürəm, silirəm, axşam yeməyin vaxtı gəlir. Ona görə mən gedim biraz evləri paryatkaya salım. Siz də kəndinizə iyi bakın. Sabah görüşərik inşallah. Bəlkə söz vermirəm, amma bəlkə bu videoya yaxşı baxış gəlsə axşam saat 11-də, 12-nin yarısı belə canlı açdım bəlkə neçə gündür çünki ürəyimdən keçir. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi gucci.